Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Azərbaycan və Gürcüstan arasında dəmir yolu xəttinin bərpası və açılması məsələsi yenidən gündəmə gəlib. Günün xəbərləri xəbər verir ki, məsələnin 2025-ci ilin sonuna qədər reallaşması ehtimalı ilə bağlı konkret. Azda danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, iki ölkə arasında strateji münasibətlər bu istiqamətdə müsbət irəliləyiş üçün əsas yaradır. Onun sözlərinə görə, Gürcüstan Azərbaycanın ən yaxın tərəfdaş ölkələrindən biridir. Gürcüstan Azərbaycanın yerləşdiyi regionda ona ən yaxın ölkələrdən hesab olunur. Yüz minlərlə soydaşımız orada yaşayır. Hər iki tərəf bu münasibətlərin davamlı olmasında maraqlıdır. Bəzən müəyyən xoşagəlməz hadisələr baş versə də, ümumi münasibətlərin istiqaməti müsbətdir. Ekspert qeyd edib ki, dəmir yolunun açılması artıq an məsələsidir. Hesab edirəm ki, bu layihənin 2025-ci ilin sonuna qədər tamamlanması mümkündür.